Salam gənclər, bu videomuzda biz informatikadan sınağa düşmüş 25-cə dənə sualımızın izahına baxmış oluruq. Vaxt itirmədən ilk sualdan başlayaq. Sistem proqram təminatının əsas funksiyası kompüterə qoşulan xarici qurğulan parametrini təyin etmək. Bu əsasən bizdə dostlar driverin vəzifəsidir. Yəni sistemin içində olan hər hansı bir driverin vəzifəsi kimi düşünə biləcəyik. İnformasiyanın mübadiləsini həyata keçirmək, bu daha çox kompüter şəbəkəsi qurğuları və ya da sistem proqram təminatı daxilində xüsusi bir proqramların vəzifəsinin bir növ tərifi kimi düşünə bilərsiniz. Qurğularla istifadəçi arasında dialoq yaratmaq, bu daha çox əməliyyat sisteminin tərifidir. Ona görə burada da biz sistemə ümumilikdə götürmürük. Müəyyən sinif məsələlərin həllini təşkil etmək, bu tətbiqi proqram təminatının tərifidir. Kompüterin işini və informasiya emalı prosesini idarə etmək, bu isə artıq sistem proqram təminatının əsas tərifidir. Həm kompüterin işini, həm informasiya emal prosesini idarə edir ki, bunların elə içində həmin o qurğulardan istifadə içərisində dialoq da gedir, xarici qurğuların parametrini təyin etmək də gedir, qurğuların idarə edilməsi də gedir və s. 22-də deyir ki, aşağıdakı prinsiplərdən hansılar Neyman arxitekturasının əsas prinsiplərinə aiddir? Biz bilirik ki, Neyman arxitekturasının ilk prinsipi o idi ki, kompüterlər proqramla idarə olunur. Kompüter proqramla idarə olunan avtomat. Proqramsız idarə oluna bilməz. Kompüterin yaddaşa ehtiyacı yoxdur, yəni səhv eləyir. Kompüter ardıcıl ünvanlanan, baxın, ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Kompüterin yaddaş sistemi paralel ünvanlanan deyil, ardıcıl ünvanlanandır. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur və verilənlər də proqram səviyyəsində təyin edilmiş olur. Cavab oldu C. 23-də deyir ki, 20 səhifəli sənəd aşağıdakı kimi çapaj verilib. Neçə çap vərəqi lazımdır? 20 səhifəli sənəd. Baxıram ki, print all page, print the entire document. Hamısı çapa gedir. Yəni 20 səhifənin 20-si də çapa gedir. Both sides, yəni 200-düdür. Hər üzdə də nə qədər çapa gedəcək? 4 dənə. İndi ardıcıl olaraq 20-ni bunlara böləm. 20-ni 2-yə böləndə 10 elədi. Onu da 4-ə böləndə görürəm ki, 2/10-5 elədi. Biz deyirdik ki, vergüdən sonra əgər ədəd görürüksə, bu artıq 2/5 yox. Nə kimi düşünüləcək? 3 kimi düşünüləcək. Deməli, bir nəfər üçün 3 A4 lazımdır. Biz neçə nəfər üçün çıxarıq? 6 nəfər üçün. Axırda həmin 3-ü bu 6-ya vururuq dostlar. 3-ü də 6-ya vuranda axırda bizə verəcək. Təbii ki, 18 cavabını. Cavab oldu C variantı. Bir də bu tipli suallarda kopya bölünən ədəd olur əsasən cavablarımız dostlar. Bunu da yadda saxlayın. 24. Seyvəz pəncərəsində hansı funksiya yoxdur? Biz bilirik ki, seyvəzdə biz faylın adını dəyişdirə bilərik, yeni qovluq yarada bilərik. Qovluqlar sahəsi açılır ki, sol tərəfdə, həmin sol tərəfdəki qovluqlar sahəsini gizlədib göstərə bilərik dostlar. Yəni A variantda olur. Həmçinin faylın tipini dəyişdirmək mümkündür. Fayla müəllif əlavə etmək, açar söz əlavə etmək mümkündür. Yeni qovluq yaratmaqla olur. Sonra faylın yerini dəyişmək mümkündür. Faylın adını dəyişmək mümkündür. Fayla şifrə vermək mümkündür. Faylın girişinə məhdudiyyət qoymaq mümkündür. Read-only eləmək mümkündür və s. Amma faylın yaddaşa yazılacağı qovluğa şifrə qoymaq burada necə olur dostlar? Cavab kimi Y variantını götürürük. Gəldik, düzgün olmayan variantı seçin. Slaydın duplikatını yaratmaq üçün Homeland tabındakı Slide Send qrupuna istifadə olunur. Bəli, həm oradan eləyə bilərik, həm insertdəki Slides'dan, həmin o New Slide-dan da eləyə bilərik dostlar. Həmçinin dostlar, rahatlıqla biz Slide'lar paneli hissəsində sol tərəfdən də eləyə bilərik duplikatını. Sağ klik basırıq, Context menüdə orada duplicate slide var və bir də Ctrl D ilə də edə bilərik. Slaydın nömrələnməsinin hansı səhifədən başlaması? Insert yox. Dostlar, Design tabında Customize qrupunda Slide size-ın daxilən edilir. Deməli, düzgün olmayan B variantıdır. Insert tabının Text qrupun daxilən isə yəni biz bir növ slaytlara nömrələr verə bilərik. Normal görünüş rejimində maksimum miqyas 400% olur, minimal miqyas 10%-dir. Slide sorterda 20 və 200% arasında dəyişir. D-da doğrudur ona görə təqdimatı CD-yə yazmaq üçün fayl menyusundan da istifadə olunur, tamamilə doğrudur. Cavab kimi B-ni götürürük. 26. Ofis proqramlarında çap əmrinin icrası üçün istifadə olunan Ctrl-P klaviatura əmri PowerPoint proqramının hansı rejimində fərqli funksiyanı icra edir? O slideshow-dur dostlar. Slideshow-da biz Ctrl-P-yə basanda P, yəni qələm aktivləşmiş olur. Amma qalan bütün görünüş rejimlərində və yaxud da bütün bizim ofis proqramların hamısında Ctrl-P-yə basan printer
ilə bağlı hissələrə keçid edəcək. Yəni print əmri aktivləşəcək. 27-60 səhifəli sənədin cari səhifəsinə Find and Replace dialoq pəncərəsinin Go to keçid səhifəsində plus 17 yazısı sənədin 36-cı səhifəsinə keçid təmin edir. Bilmirəm neçədə idi, amma plus 17 yazandan sonra məndə sənədin 36-cı səhifəyə keçid eləmiş oldum. Deməli, mən əvvəl 19-da olmalıyam ki, plus 17 yazıb 36-ya keçid eləmiş olum. Deməli, Y variantı olacaq. 28. Home tabı hansı funksiyanı yerinə yetirə bilmir? Dostlar, biz bilirik ki, Home tabında biz clipboard, yəni kopyala, yapışdır, kat, sonra həmçinin Format Painter özəlliyi ilə birinin formatını digərinə köçürmə işlərini görə bilirik. Yəni mətnin formatlanması, həmçinin rənglənmə, orada sonra kölgə effektlərinin verilməsi və s. kimi də işləri görə bilərik. Mətnin redaksiyası mümkündür. Editing Length qrupu daxilində bunları etmək mümkündür. Mətnin mövqeyinin tənzimlənməsi, bəli, biz bilirik ki, mətnin mövqeyi deyəndə məsələn solda mı yerləşəcək abzas, ortada mı yerləşəcək, sağda mı yerləşəcək, abzaslar nömrələnəcəkmi, sonra aralarında məsafələr necə yerləşəcək, necə olacaq, sonra sol tərəfdən indentation veriləcəkmi ya yox və s. Bax, bunları etmək mümkündür. Mətnin üslubunu, bəli, stylını dəyişmək mümkündür. Heading 1, heading 2, heading 3, nə bilim, quote, emphasis və s. kimi verə bilərik. Amma mətnin cədvəl və şəkillərlə müşayiəti dostlar bu insert tabından mümkün olur. Yadda saxlayın bunu. Windows 11 əməliyyat sistemində seçilmiş fayllar üçün hansı əməliyyatlar mümkündür? Biz bilirik ki, biz bir neçə faylı seçəndə bu faylları rahatla bir yerdə kat eləyə bilərik, kəsə bilərik, kopyalaya bilərik. Yəni mübadilə büferinə köçürə bilərik. Rahatlıqla bunların yerini dəyişdirə bilərik. Alt enter basıb və yaxud üzərində sağ klik basıb properties'ə gələrək xüsusiyyətlərini göstərə bilərik. Rename edə bilərik. Adlarını dəyişdirə bilərik. Yəni qısacası. Sonra həmin bu fayllarımızı rahatlıqla bir yerə, başqa bir diskə və yaxud da fayla və yəni qovluğa daha doğrusu köçürə bilərik. Flash diskə köçürmək. Həmçinin bunları rahatlıqla qısa yolun yarada bilərik dostlar. Həmçinin bunları bir yerdə gizlədə də bilərik. Yəni bu tipli fərqli özəllikləri rahat bir şəkildə edirik. Amma 1, 3 və 6-nı edə bilməyəcəyik. Cavab kimi 2, 4, 5, 7, 8 A variantı olur. 30. Açılmış pəncərənin birindən digərinə necə keçmək olar? Biz bilirik ki, Alt tab düyməsi vasitəsilə baxın bu şəkildə keçid eləyə bilərik. Alt Shift klaviaturanın dilini dəyişdirir dostlar. Həmçinin Win spacebarla da edirdik bunu. Ctrl Shift də bəzi kitablarda və s. görə bilərsiniz, hələ də klaviatura düyməsini, klaviaturanın dilini dəyişmə özəlliyinə malik ola bilir. WinTab vasitəsilə də edə bilərik. WinTab basaraq pəncərələr arasında buradan da keçid eləyə bilər. Task View-nu aktivləşdirir. Tapşırıqlar panelində pəncərə piktoqramı üzərində sıçanın sol düyməsini basmalıyıq. Bəli, gələrəm tapşırıqlar panelinə. Məsələn, burada OKM-in üzərinə basaram, OKM gələr ekrana. Yəni bu şəkildə həmin pəncərə piktoqramın üstünə basanda həmin piktoqram əsas olaraq ekrana gəlmiş olacaq dostlar. Deməli cavab kimi 1, 4 və 5 variantlarını götürürük. 31 nömrəli sual. Deyir ki, aşağıdakı qovluq pəncərəsi hansı görünüş rejimindədir? Dostlar, əgər belə bir cədvəl kimi xətlər görürsünüzsə, yadda saxlayın, xətt özəlliyi kontentə aiddir. Cavab bu variantıdır. Əgər siz belə balaca yan-yana görürsünüzsə və yanında biraz kiçik məlumatlar verirsə, bunda tiles'dan söhbət edəcək. Yox, əgər sütunlarda məsələn name yazıb, nə bilim, burada tutaq ki, type yazıb və s. Belə kateqoriya elementlərin yerləşməyini görürsünüzsə, bilin ki, bu bizdə detailsdir. List dostlar bizdə qruplaşdıraraq icra eləyir. Məsələn, bu sütunda A-dan C-yə kimi adları başlayanlar. İkinci sütunda məsələn C-dən sonra hansı hərf gəlir? H. H-dan tutaq ki, O-ya kimi başlayanlar. Nə bilim, belə görəcəksiniz listə və çox kiçik şəkildə görürük və yalnız listə dostlar bizdə həmin obyektin adı görünmüş olur. Yalnız və yalnız adı görünmüş olacaq. Və large icons'da isə ölçüləri böyük şəkildə biz piktoqramları görmüş olacaq dostlar və rejim deyil bu, görünüş ölçüsüdür. 4 dənə görünüş rejimi: content, tiles, details və list.
32 C2 xanasının qiyməti nə olar? Dostlar, baxın. Şərtimiz var. Şərtə görə biz bilirik ki, əgər şərtimiz doğrudursa, birinci hissə olacaq, yox əgər şərtimiz yanlışdırsa, ikinci hissə. İndi B2 baxıram ki, 17-dir. Yazıram bura 17. A2 baxıram ki, dostlar, 12-dir. İndi 17 12-dən kiçikdirmi? Baxıram ki, xeyr. Xeyirdirsə biz ikinci hissələ hərəkət edəcəyik. İndi B3 61-dir. Yazırıq bura 61 plus. A4 də baxıram ki, dostlar, 39-dur. İndi 61 ilə 39-un cəmi də təbii ki, bizə verəcək 100 qiymətini. 33 nömrəli sual olduqca maraqlı suallardan biri idi və bilinməli olan suallardan. Sam A1C3 30-dur. Bu nə deməkdir? Məsələn, bir dənə cədvəl yaradım. İndi Excel cədvəli. Bura A, bura B, bura C sütun olsun. İndi bu birinci sətir, bu ikinci sətir, bu üçüncü sətir, bu da dördüncü sətir olsun. İndi dostlar, Sam A1C3 nə deməkdir? Yəni bura, 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 buranın cəmi. Verir bir yerdə 30-u. Sonra yazıb ki, average A1C4 11-ə bərabərdir. Average A1C4 nə deməkdir? Yəni buradan axıra kimi, bax C4-ə kimi xanalardakı ədədləri toplayır və bölür sayına. O verir bizə 11-i. İndi bilmirəm bunların ümumi cəmi neçədir. Yəni A1-dən C4-ə kimi hamısını toplayır. Sam A1C4 toplayır. Bölür sayına. Xanaların sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bunların hamısında ədəd var sayaq dostlar. Və bu verib 11-i. İndi Sam A1 C4 də bu məntiqlə dostlar neçə eləyəcək? 12 vur 11, 132 eləyəcək. Deməli, bu hissənin ümumi cəmi isə 132 eləyəcək. Deməli, baxın, A1-dən C3-ə kimi cəm 30 idi. Amma fikir versiniz, A1-dən C4-ə kimi cəm oldu 132. Yəni, Sam A1 C4-ün içində əlavə olaraq bizdə nə var? Baxın, bu hissə var. Sadəcə bir dənə bura var. A4 C4. Çünki Sam A1 C3, A1 plus, A2 plus, A3 plus, B1 plus, B2 plus, B3 plus, C1 plus, C2 plus, C3'dür. Sam A1 C4'də isə dostlar, A1, A2, A3'dən yanaşı əlavə olaraq bir dənə A4 gəlir. B1, B2, B3'dən yanaşı bir dənə əlavə olaraq B4. C1, C2, C3'dən yanaşı bir dənə əlavə olaraq C4 gəlir bu cəmə. Yəni bir dənə nə fərqlənir? A4, B4, C4 fərqlənir. Yəni deməli elə bu Sam A4, C4 deməkdir, düzdür? O səbəbdən deməli mən bu cəmi, yəni Sam A1, C4'dən Sam A1 C3 çıxsam, elə bizdən istənilən nə alacaq? 132-dən 30 çıxıram dostlar, verəcək mənə 102 qiymətini. Cavab oldu A variantı. Gəldik 34-də. Excel proqramda vermiş düsturu B4 xanasındakı düsturu D4-də keçirsək, hansı düstur alınır? Deməli, B4-də belə bir düstur var. Bunu mən D4-də keçirirəm. B4-dən D4-də gələndə görürəm ki, B-dən D-yə 2 sütun sağa gedib. Amma sətri dəyişmir. 4-dən 4-ə 0. İndi A-dan 2 sütun sağda 1, 2, C olur. Sətr dəyişmir, 3 vurulsun. C-dən 2 sütun sağa C, D, sonra isə Y gəlir dostlar. Deməli Y, boldu Y. 1 isə dəyişməyəcək, qalacaq 1. C3 vurulsun, Y1 olacaq. Cavab oldu A variantı. 35. Qrafik rejimində monitorun ekranı 512/128 nöqtədən ibarətdir. Hər bir nöqtə 256 sayda rəng çalarının birində olarsa, ekranın tam təsvirini yadda saxlamaq üçün neçə kilobayt yaddaş lazımdır? Biz bilirik ki, həcm bərabərdir, ölçülər vurulsun, rəngin dərinliyi. Rəng dərinliyi 256 sayda rəng çalarından çıxacaq. Biz bilirik ki, rəng çalarımız bərabərdir 2 üstü rəng dərinliyinə. İndi 256 bərabərdir 2 üstü 8, rəng dərinliyimiz oldu 8 bit. Yazdıq bura. Ölçülər də 512/128, yəni 2 üstü 9 var, 2 üstü 8, 7 olacaq. Bu şəkildə yazdım. İndi bu verəcək bizə 8 vurulsun 2 üstü 16 biti. İndi bitdən kilobaytla istəyirdik, kilobayta çevirəndə bölürük 2 üstü 13-ə. 2 üstü 16-nı 2 üstü 13-ə böləndə 2 üstü 3 eləyir. 8, 8, 8-ə vuranda verəcək 64 kilobayt. Cavabı ilə 35-də Y variantı.
36-ya gəlirik. 6 mətn sənədi açılıb. 6 mətn sənədi açılıb və bütün açılmış pəncərələrin hamısının eyni zamanda ekranda görünməsi lazımdır. Bunun üçün hansı əməliyyatlardan istifadə edirlər? Baxın dostlar, sual Word-la əlaqəli sualdır. Deməli, biz Word-lə işləyəcəyik və Word-də istəyirik ki, bu 6 pəncərənin altısı da ekranda görünsün. Dostlar, bunun üçün durub klaviaturada alt tab düyməsini etmirlər. Alt tab pəncərələr arasında keçid edir və Windows aiddir, Word-a aid deyil. İdarəedici makros yazmağa da ehtiyac yoxdur. Çünki makrosun vəzifəsi test edici ondan əməliyyatları avtomatlaşdırmaq. Bütün pəncərələri bükülmüş vəziyyətdə saxlamaq və lazım gəldikdə açmaq hamısını eyni anda göstərmək üçün deyil. Bu sadəcə onları yığmaq, açmaq üçün daha uyğundur. Klaviaturdan Ctrl F6 da bu işi görmür. Amma dostlar, gəlsəz View tabına, View tabında Window hissəsində Arrange edəndə götürəcək bütün hamısını üfüqi şəkildə alt-alta ilk üçünü sol tərəfdə, digər üçünü də sağ tərəfdə yerləşdirəcək və ekran boyunca da hamısı görünmüş olacaq dostlar. OS7 OSI modeli şəbəkə səviyyəsində işləyən müxtəlif topologiyalı və protokollu şəbəkələri birləşdirən aparat proqramı təminatı qurulur. Şəbəkə səviyyəsində işləyirsə, avtomatik ağlımıza router gəlməlidir. Router vəzifəsi şəbəkədə ən səmərəli yolu təyin eləməkdir və müxtəlif topologiyalı, müxtəlif protokollu şəbəkələrlə işləməkdir. Paketlərin düzgün yolda getməsinə kömək edir. Modem, telefon xəttləri vasitəsilə qoşulan cihazımız idi. Modulyasiya və demodulyasiya işlərini görürdü. Gateway bilirik ki, müxtəlif protokollu eyni topologiyalı şəbəkələri birləşdirir. Bridge müxtəlif topoloji eyni protokollu şəbəkələrə birləşdirir. Switch isə ümumiyyətlə informasiya mübadiləsini həyata keçirmək üçün istifadə edilən və daha çox lokal ünvanlarla işləyən qurğularımızdan biridir. Sadiq olan versiya idi. OS8 ADSL bağlantı vasitəsilə verilənlərin ötürmə sürəti 1.024.000 bit bölü saniyədir. Bu bağlantı ilə failin ötürmə sürəti 5 saniyə davam edir. Failin kilobaytlarla ölçüsünü təyin edin. Elə düşünün ki, 1 saniyə 1.024.000 bit ötürülmüş oldu dostlar. Bizə maraqlıdır, görəsən 5 saniyəyə nə qədər ötürüləcək? Heç nə 5-i götürəcəksiniz, vuracaqsınız 1.024.000 bitə. İndi dostlar, bunu mən bitdən təbii ki, nəyə çevirməliyəm? Kilobayta. Bitdən kilobayta çevirmək üçün 213-ə. 213-də 8192 deməkdir. 8192 bölürəm. 1.024.000-dən bunun 1024-ə bölsəm, aşağıda 8, yuxarıda 1000 qalacaq. 1000-i 8-ə böləndə 125 eləyir. 5 vur 125 dostlar, eləyəcək 625 kilobayt. Cavab belədir, D variantı. Servis proqramlarına aiddir. Örtüklər, utilitlər. Örtüklər dostlar baza proqram təminatına aiddir sistemin daxilində. Utilitlər isə sistemin daxilində servisə aiddir. Anlatdıq. Əməliyyat sistemi bazaya aiddir, tətbiqi proqram paketi tamamilə fərqlidir. B variantını da atdıq. Utilit və antivirus vasitələri C doğrudur. Örtüklər, şəbəkə əməliyyat sistemləri hər ikisi bazaya aiddir. Antivirus biz bilirik ki, servisə aid olsa da proqramlaşdırma sistemləri instrumental proqram təminatına aiddir. Cavab kimi qaldı C variantı. 40 təqdimatlarda adətən ilk slayd necə adlanır? İlk slayda biz title slide və ya da title slide demiş olacaq dostlar. Cari slayd hal-hazırda mövcud işlədiyimiz slayddır. Normal slayd, normal görünüş rejimində işlədiyimiz slayd. İlkin slayd, hiperistinadlı slayd isə bizə lazım deyil. Title slaydı, title slaydı. Elə düşünün ki, siz hər hansı bir ofisdə iş görürsünüz. Bu ofisdə gördüyünüz işdə, yəni, daha doğrusu hətta belə deyək, məsələn, tutaq ki, inşallah elmi işlər yazacaqsınız. Təqdimat hazırlayacaqlarsınız, sonra təqdimatı təqdim eləyəcəksiniz. Təqdimatı təqdim eləyəndə sizdə həmişə birinci tələb eləyəcəklər ki, ilk slaydda universitet adı, öz adını, bir də mövzu adını yazın. Fikir versəz, title ilə əlaqəli şeyləri edirsiniz əsasən. 41. Word 2019 üçün aşağıdakı təkliflərdən hansılar doğrudur? Footnotes əmri sənətdə kalentutu yaratmaq üçündür. Xeyr dostlar, footnotes məsələn budur. Tutaq ki, bunun üzərində 1 yazıb, gəlir səhifənin axırında, yazır ki, 1, bunun izahı filan filan şeydir. Footnotes budur. O dediyi isə footer'dır dostlar, kalentutu yaratmaq üçün. 1 səhvdir. Drop cap əmri mətnə istiqamət vermək üçün. Xeyr dostlar, drop cap budur. Məsələn, burada birinci simvolu böyüdəcək, yekə yazacaq, sonra da mətn davam edəcək. Elə var, mətn nağıl kitablarında görərsiniz. Deyir ki, məsələn, biri vardır, biri yoxdur, B hərfi böyüyən. Bu şəkildə olanlardır, dostlar. 2 də deməli səhvdir.
Klaviaturada olmayan işarələr simvol əmrindən istifadə etmək, mətnə daxil etmək olar. Bəli, insertdə simvol sent qrupu daxilindən simvola daxil olanda orada açılmış pəncərədən siz rahatlıqla olmayan simvolları əlavə edə bilərsiniz. Mətnin eyni fraqmentlərini redaktə etmək üçün Home tabının Replace əmrinə istifadə olunur. Bəli, Home tabında Editing Lent qrupunda Replace gələndə Replace pəncərəsi daxilindən orada Replace hissəsinə bölməsinə keçirirsiniz və o hissədə yuxarıda əvəz edəcəyiniz söz yazırsınız, aşağıda isə hansı sözlə əvəzlənəcək onu qeyd eləmiş olursunuz. 3-4 olur cavabımız. 42, 1, 2, 8, 16, 64, 128 və 1024 ədədlərinin cəminin ikili yazılışında birlərin sayı ilə sıfırların sayı arasındakı fərqi ikili say sistemində ifadə edin. Baxırsınız ki, bu ədəd bizim hər hansı bir ədədin 2-nin qüvvətləri şəklində parçalanmış halıdır. Zaten biz ikili say sistemində hər hansı bir ədədi 2-nin qüvvətlərinə parçalayaraq da çevirə bilirik. 1 2 üstü 0-dır, 2 2 üstü 1-dir, 8 2 üstü 3-dür, 16 2 üstü 4-dür, 64 2 üstü 6-dır, 128 2 üstü 7-dir, 1024 2 üstü 10-dur. Və biz deyirdik ki, ən böyük qüvvət nədirsə, oradan başlayaraq 0-a doğru yazırıq. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Və kimlər iştirak edibsə altına 1, iştirak elementdən altına 0 yazırıq. 10 var, altına 1 yazırıq. 7 var, altına 1 yazırıq. 6, 4 var, altlarına 1 yazırıq. 3, 1 və 0 da var, onların da altına 1'ləri yazırıq. Digərləri yoxdur deyə 0'ları qeyd edirəm. Və baxıram ki, 7 dənə 1 oldu, 4 dənə 0 oldu. Bizə deyir ki, bunların sayı arasındakı fərqi ikili say sistemində ifadə edin. 7-dən 4'ü çıxanda aralarında fərq neçə eləyir? 3 eləyir. 3'ün ikili say sistemində yazılışı 3'ü bölürəm 2'yə, bir dəfə düşdü, qaldı 1. Gerdən oxuyanda olur 1, 1. Deməli, ikili say sistemində yazılışı 1, 1'dir. 43'ə gəlirik. Deyir ki, bizim həmin bu şəkildə göstərmiş taskbar buttons sahəsindən combine when taskbar is full tapşırıqlar paneli dolu olduqda qruplaşdır əmri seçilir. Edilmiş dəyişikliklərdən sonra iş prosesində nə baş verəcək? Tərcüməyə baxsaq, ümumiyyətlə combine taskbar buttonsda 3 dənə əmr var. Always, indi müasir always burada yazır. Hide labels bəzən. İndi when taskbar is full, bir də axırda var never. İndi dostlar izah edək. Always hide labels olanda dostlar eyni tipdən olan piktogramlar, proqramlar eyni tipdən olan piktogramın altında gizlənir və həmin o proqramların adları və s. yazılmır. Sadəcə piktogramın özü görünür. Never'də nə olur olsun, yer dolsa da dolmasa da fərq eləmir. Bütün elementlər hamısı ayrı-ayrı taskbarda yerləşəcək. Sadəcə orada həm piktogram, həm də ad görünmüş olacaq. When taskbar is full isə nədir? Bizim işarələrin qruplaşdırılması tapşırıq paneli üzərində yer çatmadıqda baş verəcək və dostlar adlar da görünmüş olacaq. Yəni düymələr üzərində həm işarə, həm də adları görünəcək. Bir neçə proqram açılan kimi onların işarələri avtomatik olaraq bir düymədə qruplaşdırılacaq. Xeyr dostlar, bu ümumiyyətlə səhvdir. Məsələn, təsəvvür elə PowerPoint, Excel, Word açmışsan, durub hamısını bir düyməyə qruplaşdıra bilməz. Bu səhvdir. Uyğun pəncərələr bir düymədə qruplaşdırılmayacaq. Bu neverdir. Düymələr üzərində pəncərələrin adları və işarələri əks olunmayacaq. Bu always hide labels'dır. Düymələr üzərində proqramların işarəsi əks olunacaq. Adları isə görünməyəcək. Əslində bu always hide labels'dır. Burada pəncərələrin adları və işarələri əks olmayacaq. Bu ümumiyyətlə tamamilə səhvdir. 5-incisi daha çox always-ə oxşuyur. 3-cüsünü də yazaq never 3. Yəni daha dəqiq desək bax bu formada olacaq. 2 və 6 when taskbar is full aiddir. 3 never'yə, 5 də always-ə aid olacaq dostlar. 44 arxivləşdirmə proqramlarına aid olmayanlar hansılardır? Dostlar, sonu zip, arx, arch, rar, bu tipli olanlar yadda saxlayın arxivdir. Pzip arxivdir. Isarch arxivdir. Power Archiver arxivdir. Bir dənə burada Hamster əzbərləyəcəksiniz. Hamster də arxivdir. Amma dostlar, Newtek Lightwave 3D qrafik redaktorımızdır. Informix burada da qeyd eləyəcəyik. VBIS-dir. Sonra dostlar, Maple üsul yönlü proqramımızdır, tətbiqi proqramımızdır. Və Winamp da dostlar, ümumi olaraq bizdə səs fayllarına və s. işləmək üçün istifadə edilən bir proqramımızdır.
2, 4, 5, 8-i götürmüş olacaq. Və 45 Unicode sistemində aşağıdakı verilmiş məlumatın həcmini hesablayın. 512 simvol. Biz bilirik ki, Unicode'da bir simvolun həcmi 2 bayta uyğun gəlir. 512 isə 512 vur 2, vuranda eləyəcək 1024 bayt. Deməli, birinci üçün 1024 baytı yazdım. Həmçinin 1024 baytı dostlar 8-ə vurub bitə çevirsək, verəcək bizə 8192 biti. Həmin bitdə A variantında özünü göstərir. Deməli, 1-ə uyğun gəlir. A və D. 1792 simvol. 1792 simvol vursam 2 bayta verəcək bizə 3584 baytı. Bunu baytdan kilobayta çevirəndə 1024-ə bölsəm dostlar verir bizə 3,5 kilobaytı. Yəni 2-yə uyğun gəlir C. Bunu bitə çevirəndə 3584-ü baxın bitə çevirəndə vururam 8-ə. 4-ü vurdum 8-ə 32 3 yadda. 8 vur 8 64 o da 3 67 6 yadda. 5 vur 8 40 o da 6 46 4 yadda. 3 vur 8 24 o da 4 28. 28672 eləyir. Amma burada yazıb 28762. Yəni B səhvdir. Və 3-ə də avtomatik qalır Y. Həqiqətən 2048-i bax 2 bayta vursam 4096 bayt eləyir. Bunu bitə çevirəndə vuracam 8-ə. Verəcək 8 vur 6 48 4 yadda. 9 vur 8 72 o da 4 76 7 yadda. 0 vur 8 0 o da 7 7 4 vur 8 32. 32768 bit eləyir. Deməli 1AD 2C 3D Y olacaq. Belə dostlar, ümid edirəm bu video sizin üçün faydalı oldu. İmtahanda hər birinizə uğurlar arzulayıram. İnşallah istədiyinizdən qat-qat daha artıq bala layiq olasınız. Həmçinin o balı görəsiniz və sevincli şəkildə bizim ixtisas seçimimizdə iştirak edəsiniz. Uğurlar hər birinizə. Allah'a emanet.